kiməm? Sən bilən, belə ki məntiqə sığan cavablar əntiqə. Necə ki niyə? Mən kiməm? Bu sualın cavabı ad, soyad və peşə deyil. Bu əslində yaradıcılıq, müstəqillik, düşüncə tərzi və seçimdir. Bəzən səni heç kimin tanımadığı bir yerdə özünü tanımaqdır. Cəmiyyətin bizim üçün ölçüb biçdiyi o kimliklər bəzən bizi muma çevirir, bəzən də ən sərt formasında özünü bir özə verir. Sərt görünürük, amma o içimizdəki istəklər də donub qalır. Bugün Magda mən kiməm deyəcəyik. Bəli dostlar, qonağımız uzman psixoloq Gülnarə Muxtarovadır. Xoş gəlmisiniz Gülnarə. Xoş gördük. Çox Bugün sağ olun. biz xüsusilə mən kiməmdən danışırıq. Ümumiyyətlə mövzumuzun əsas istiqaməti budur ki, gənclər, insanlar bu sualı nə zaman özlərinə verirlər və Təbii. bu sualın cavabı onların həyat hekayəsinin bir növ başlanğıcı olur. Bəli. Mən belə bir sual vermək istəyirəm. Ümumiyyətlə insanlar, gənclər xüsusilə mən kiməm sualına özlərinə nə vaxt verməyə başlayırlar? Öncəliklə bunu deyim ki, bu sual o qədər fundamental və düşündürücü bir sualdır, eyni zamanda da dərin. Yəni bu sadəcə bir dəfə mən kiməm sualını verib cavabını tapdığımız bir sual deyil. Bir növ həyat boyu davam edən bir prosesdir. Hansı ki, bir çox insanlardan bunu eşidirik. Mən niyə tapa bilmirəm özümü? Mən niyə nə istədiyimi tapa bilmirəm? Bəs mən kiməm? Düşünürlər ki, elə mən bu sual verdiyim anda özümü tapmalıyam, amma bu elə deyil. Bəs nə zaman başlayır insan özünə mən kiməm sualını verməyə? İlk olaraq başlayır ərgənlik dönəminə, yəni yeniyetməlik dönəmindən. Hansı ki, burada həm fizioloji, həm psixoloji, həm emosional dəyişikliklər baş verir bizdə və başlayırıq bizə artıq o kimlik axtarışına girməyə özümüzdəki mən kiməm, nə istəyirəm, mənim olarlarım nədir, olmazlarım nədir, istəklərim nədir və s. kimi. Növbəti mərhələ bizim həyatımızın krizis dönəmləri olur. Məsəl üçün həyatın o içindəki dönüş nöqtələri dediyimiz bu bir itki ola bilər, bu bir boşanma prosesi ola bilər. Bu bir işdən ayrılma ola bilər və ya da depressiya vəziyyətində ola bilər ki, biz bu dönəmlərdə də artıq bu sualı özümüzə verməyə, yəni daha doğrusu bu dönəmlər bizi bu sualı özümüzə vadar eləyir verməyə ki, mən kiməm, niyə belə hiss eləyirəm və ya da hiss elədiyim bu mənəmmi tərzində. Bundan əlavə də ən önəmli püf nöqtə deyərdim ki, budur. Psixoloqa müraciət edənlər, o mən kiməm axtarışı içində olan insanlar tam da bu nöqtədə müraciət eləyir. Hiss eləyirlər ki, yaşadıkları həyatla olmaq istədikləri həyat bu deyil. Yəni orada bir narazılıq var, orada bir yetərsizlik var, orada bir tükənmişlik var. Mən həqiqətən yaşamaq istədiyim həyat budurmu? İçində olmaq istədiyim həyat budurmu? Hansı ki belə olur. Başqalarının onlara biçdiyi rollarla yaşadıkları həyatı Tam elə bu mövzuya əslində toxunmaq istirdim mən. Bəli. Baxın, cəmiyyətin bizim üçün biçdiyi o necə deyirlər, stereotiplər var və bizim rol kimliklərimizi bir növ müəyyənləşdirir də bu. Məsələn, mən bir insan olaraq insanların məndən gözləntisini düşünürəm və yaxud həmişə kim nə deyər, kim necə baxar. Ümumiyyətlə mən bu addımı atım mı, atmayım mı? Biz nə qədər xoşbəxt ola bilərik belə? Əlbəttə ki, bu sualın bir mənalı bir cavabı var. Çünki bir çoxumuz biz bunu nə qədər qəbul eləməsək də, yazılmamış bir qaydadır da, belə deyək. O bizə yüklənən rollar, məsələn, valideyn rolu, müəllim rolu, psixoloq rolu və ya da aparıcı rolu tərzində və istəməsək belə bir an özümüzü o rolların içində tapırıq və baxırıq ki, onları yaşamağa da başlamışıq. Amma tam da o natarazlıq deyək və yaxud da ki, o narazılıq deyək, bu situasiyada baş verir ki, bəs axı mən belə olmaq istəmirəm. Məsəl üçün, bəzən pasiyentlər mənə sual verir ki, siz bu qədər insanlarla işləyirsiniz, bəs necə yorulmursunuz? Mən deyirəm ki, bu cəmiyyətin mənə yüklədiyi psixoloq rolunu mən sadəcə terapiya otağında icra edirəm. Mən terapiya otağının dışında Gülnarəyəm, kiminsə övladıyam, bacısıyam, rəfiqəsiyəm. Mən bütünüylə o stereotiplə, o rolla həyatımın bütün aşamalarını davam eləsəm, təbii ki də mən xoşbəxt hiss eləməyəcəm və işimdə də xoşbəxt olmayacam və ya da keyfiyyətli xidmət verə bilməyəcəm. Ona görə də insan öncə bunu düşünməlidir ki, mənim rolumdan şəxsiyyətim. Bunu düşünəndə həqiqətən də o ayrı, biz demirik, tamamən stereotiplərə də qarşı gəlsinlər və tamamən aqressiv və yaxud da ki, qarşı gəlmə davranışlar içində olsunlar. Sadəcə o balansı qoruya bilmək lazımdır. Kənardan gələn müdaxilələrə qulaq asmaqla bərabər, bir də daxili səsim mənə nə deyir? Bəs yaxşı, mən bu rolun içində nə qədər xoşbəxtəm, mən bu rolun içində özümü nə qədər yetərli və verimli hiss eləyirəm kimi. Ki, bəzən bilirsiniz, bizim rollarımız əslində bəzən bizim kimliyimizə çevrilir də. Məsələn, siz vurğuladınız, hamının bu həyatda bir rolu var, rol kimliyi var deyərdim. Bu artıq bizim həqiqi özümüzə çevrilir. Bu zaman da məsələn,
özün ol deyə bir ifadə yaranır da. Ki, məsələn, sən özün olmağa çalışmalısan. Hı hı. Dırnaqarası mənlik olur, bəlkə də mən belə adlandırardım. Yəni bu balansı bəs necə qorumaq lazımdır ki, tamam mən aparıcıyam və bu mənim siz dediyiniz insanlar tərəfindən ölçüb biçilmiş bir rol kimliyidir. Və mən bunu həyatıma da inteqrasiya eləmişəm və artıq mənim həyatdakı rolum da elə bu istiqamətdə olub. Bu balansı qorumaq da. Bəzən insan işinə özünü çox verəndə, məsələn o şəxsi həyatı, digər məsələləri, bunlar hamısı qalır bir kənarda. Artıq sənin həyatın ancaq o işdən etibarən. Bəli, ibarət olur. İş hər bir şeydir sənin üçün. Baxın bu balansı qorumaq da lazımdır deyə düşünürəm. Eynən az öncəki verdiyim misalı sizin üzərinizə də tətbiq edə bilərik. Necə ki dediniz ki, məsələn mən aparıcıyam, mənim rolum budur. Amma siz bu rolu sadəcə burada icra etməklə hökümlüsüz, düzdürmü? Deyək ki, siz burdan çıxdınız, siz öz dostlarınızla görüşmək, onlarla söhbət, qısacası onlarla vaxt keçirmək istəyirsiniz və artıq aparıcı rolunda olmamaq şərti ilə. Amma yox, buradakı rolunuzu oraya daşıyanda özünüzü nə qədər rahat, nə qədər güvənli, süniləşmiş bir formaya keçmiş olur. Hətta sizdən əlavə onlar da sizin bu rolunuzdan artıq bir qədər rahatsız olmağa başlayır və bəlkə də eşitmisiniz və ya da illaki belə rolları ilə şəxsi həyatını qarışdıran insanlar bunu eşidir. Biraz özün ol da. Evet, o təbii Biraz ki. özün ol. Yəni biz bunu mütləq balansı qorumalıyıq. Dediyim kimi əslində bir rol, tamam, hamımızın bir rolu var. Toplumda, cəmiyyətdə bizə yüklənən rollar var, amma biz bu rolları icra eləyərkən buna baxmalıyıq. Bu mənim daxilimin səsidir, içimdən gələn səsdir, yoxsa mən bunu bir baxış üçün, bir qiymətləndirmək üçün, hər hansısa bir diqqət çəkmək üçün edirəm. Və bu sualın cavabını tapdığımızda əslində biz oradakı balansı qoruya bilərik. Baxın, bir də bir məsələ var. Biz ümumiyyətlə mövzumuz çox geniş şaxəli olduğuna görə biz hər bir sahəyə, bu yaradıcılıqda, bu şəxsi həyatda, seçimdə, evlilikdə və digər məsələlərdə, baxın, təəssüf ki, hələ də bəzi ailələrdə bu stereotip elə formalaşıb, xüsusilə xanımların müxtəlif sahələrdə çalışması ki, dünya nə qədər inkişaf eləsə də və bu nə qədər rəqəmsallaşsaq da, təəssüf ki, bu hələ də var. Bir də baxın, mən həmişə bunu deyirəm verilişlərdə də ki, ailəmiz bizim Y nəsli adlandırıq da onlar, yəni onlar texnologiya dövründə yaşamayıblar. Biz amma bu dövrdə yaşayırıq. Bəli. Bəs biz də onlarla ayaqlaşmalıyıq axı. Yəni hansı istiqamətdə biz onlara başlaya bilərik ki, tamam indiki bir qız istənilən formada öz yaradıcı fəaliyyətinə məşğul ola bilər. Bu onlara təbii ki, qıcıq kimi qəbul edəcək. Bəli, başlanmışda. Onlara bəs bunu necə izah eləmək lazımdır ki, onlar da səndən hardasa razı olsunlar? Çox həssas və çox önəmli bir nöqtədir. Bu tamamilə belə deyim də individual bir məsələdir. Tamam, mən buradan bir çox tövsiyələrdə buluna bilərəm. Amma bu hər bir ailənin öz iç dinamikası var, öz qaydaları var, qanunları var və dediyiniz kimi bu ailələrimiz bizim Y nəslindən gəldiyi üçün onların dönəmdəki texnologiyanın inkişafı ilə bizim dönəmdəki texnologiya inkişafını müqayisə edəndə əlbəttə ki, çox fərqlər var və bəzən bunu qəbul eləmək istəmirlər. Yəni bu mənim doğrumdur deyib o şəkildə öz doğrularını bizə dayadırlar. Bizim də onların istədikləri kimi bir həyatın davamını gətirməyimizi istəyirlər. Təbii ki, burada gənclər, mən belə başa düşdüm ki, sizin istəyiniz gənclərə necə bir belə deyim də tövsiyə və yaxud da ki, məsləhətlər verə bilərik ki, ailələri ilə bu mövzularda nə danışa bilərlər və ya da necə danışsınlar ki, yəni, onlar daha bu çox üzr istəyirəm sözünüzü kəsəm. Siz bu əslində mübahisəli mövzu olduğuna görə, məsələn, valideyn də övladın həmişə təbii ki, yaxşılığını istəyir. Məsələ odur ki, biz bəzən nəsillər arası kəsişmədən danışanda vurğulayırıq ki, məsələn, siz bizim dövrün adamları deyilsiniz və biz bunu əslində düzgün eləyirik. Amma bir şey də var. O axı bizim dövrün adamı deyil. Yəni o da onu qəbul eləmək. Biz ona yaxşı formada. Eyni zamanda biz də onun dövrünün adamı deyilik. Eynən. Baxın bu balans məsələsi yenə əslində bizim toxunduğumuz mövzudur. Aha. Bu balans məsələsi elədir ki, necə ki biz bunu çox belə rahatlıqla və doğru bilgi şəklində deyirik ki, o bizim dövrümüzün adamı deyil, biz də onun dövrünün adamı deyilik və bu demək ki, bu məsələ çözülməsi üçün biraz zamana ehtiyacımız var. Ya bu zaman dilimində onlar özlərini inkişaf elətdirib bizim dövrə yaxınlaşmalıdır, ya da biz onlarla uyğun bir dil tapıb o şəkildə məsələni izah eləməliyik. Amma situasiya göstərir ki, bu situasiyada nə onlar bizə yaxınlaşmaq istəmir, nə də biz onlara. Qısacası onların doğrusu budur, bizim də doğrumuz budur və burada balansı necə qorumaq lazımdır? Təbii ki, müəyyən danışıqlar, müəyyən söhbətlər aparılır və hələ də doğrusu şəklində qəbul edilirsə, mən hər zaman deyirəm, hətta seanslarımda da bunu deyirəm. Çünki çox hallarda belə olur. Məsələn, pasiyent və ya da şəxs gəlir ailəsindən şikayətçi və narazı formada. Mən onları dəyişdirmək istəyirəm və ya da düzəltmək istəyirəm. Belə yox, belə olsunlar istəyirəm. Baxın deyirəm, bir yerə qədər
bizim valideynlərimiz artıq bir doğru qəbul ediblər və biz bir gənc nəsil olaraq onların doğrularını dəyişdirməyə çalışsaq və ya da dəyişdirməyə çalışırıq və onlar da bunu belə göstərsələr də bir müddətdən sonra baxırıq ki, eyni yoldan davam edirlər. Biz sadəcə buna inanmaq istədiyimiz üçün belə görmüşük ki, onlar elə bilmişik dəyişiblər və yaxud da ki, bizə belə göstərirlər. Amma bu onların doğrusudur. Necə ki, bugün bizim doğrumuz budursa, onların da həmçinin və onları öz doğruları ilə buraxmamız lazımdır orada. Nəyisə dəyişdirmək bizi daha çox yorub. Yəni bunu qısacası yekunlaşdıracaq olsam cümləmi bunu demək istəyirəm. Onların o zamandan gələn doğrularını dəyişdirməyə sərf elədiyimiz enerjini öz inkişafımıza sərf edə bilərik. Maraqlıdır. Yəni əslində onda hamı özünə fokuslanıb və özünü, çünki mütləq şəkildə bir işdə əgər bir xeyir varsa və bu sənə bir yerdən sonra fayda verirsə, çünki biz həmişə deyirik, valideynlər əslində nə istəyir övladların yaxşılığını və valideyn də görəndən sonra ki, sən buradan yaxşı məndə fayda görürsən, çünki onlar ondan artıq razıdır. Çünki biz bu maqdın özündə elə bir neçə gənclərlə həm söhbət olanda da həmişə onlar onu vurğulayıblar ki, əvvəl valideynim razı deyildi, amma sonra gördük ki, yox, mənim üçün çox uyğundur. Və dedi ki, qardaş, sən bu işdən məşğul ola bilərsən. Yəni əslində bu da fərqli bir məsələdir. Mən bir mövzuya toxunmaq istəyirəm. Baxın, biz özün kimi olmaqdan danışdıq, amma həmişə bir ifadə var ki, məsələn, ya göründüyün kimi olmalısan, ya olduğun kimi görünməlisən. Bu xüsusilə biz sosial çevrəmizdə, müxtəlif mühitlərdə, yəni bəzən özümüzün davranışımızı belə ancaq düşünə-düşünə ki, biz nəsə desək səhv olacaq, biz addım atsaq, ay bu riskli olacaq, özgüvən problemindən gəlir. Baxın, bu mən təbii ki, siz daha yaxşı bilirsiniz. Burada da bizim özgüvənimizin daha yaxşı olmağı üçün nə etməliyik ki, biz ümumiyyətlə özgüvənli ola bilərik? Gəlin birinci bu hardan gəlir sualını biraz danışaq, əgər sizə də maraqlıdırsa. Çünki bizim toplum insanının ən böyük problemini bilirsiniz nədir? Cəmiyyət nə deyər, o nə deyər, bu nə deyər, filan kəs nə deyər, qoy belə danışım, belə oturum, belə qalxım tərzində. Bunun bir hissəsi ailədən və yetişdirilmə tərzindən gəlir. Yəqin ki, razılaşarsınız fikrimlə. Çünki bizə o qədər bu dayatılıb ki, burada bunu denən, burada belə otur, burada bunu demək olmaz. Filan kəs xala, filan kəs əmi, sənə baxırlar, səni görürlər və s. Və biz artıq həmişə o uşaq qalmırıq da, yetişkinləşdiyimizdə də o irsləri özümüzlə daşıyırıq. Amma ən etməməmiz gərəkən şey də tam da budur ki, axı biz artıq o valideynin himayəsindən çıxırıq. İstər maddi gücümüzü qazanaraq, istər ümumiyyətlə bir təhsil həyatına başlayaraq, yəni çıxırıq və baxırıq ki, sadəcə bu sözdə çıxmışıq əslində. Bütün davranışlar onların buraxdığı kimidir, eynidir və bir yetişkin də eyni bunu eləyir. Sanki görünüş olaraq, vizual olaraq yetişkindir, amma davranış olaraq valideynin qoyduğunun eynisini, o izləri daşıyır. Ki, görəsən burada bunu düz dedim və ya da mənim dediyim xətrinə dəymədi ki, incitmədim ki, biz çıxmadı ki və s. Bu bir özgüvən məsələsi müəyyən qədər təbii ki də biz deyə bilmərəm ki, yox, bu heç bir özgüvənlə əlaqəsi yoxdur. Yəni, çox özgüvənli bir insandır, amma bunu eləyir. Əslində, əgər özgüvənli bir insandırsa, o zaman o sözünün dəyərinin və ya da sözünün hansı anlamda dediyinin fərqindədirsə, bunu heç narahat da olmaz ki, necə ki, bayaq dediyim kimi, mən dediyimdən məsuliyyət daşıyıram. Qarşı tərəfin anladığı şey mənim məsuliyyətimdə deyil. Əgər o narahatdırsa, gəlib bunu mənlə paylaşar və mən təkrar açıqlamamı verərəm. Amma burada bir miqdar özgüvən də var ki, daha doğrusu özgüvənsizlik də var ki, birdən səhv başa düşər, birdən düz anlamaz. Gərək bunu belə yox, belə deyərdim və s. Çox insanlar bunu eləyir və bunu eləyəndə də buna biz psixologiyada zehin oxuma deyirik də, hansı ki, qarşı tərəfin fikrini bilmədən əslində bəlkə də o səhv başa düşməyib, bəlkə də ümumiyyətlə o insanın heç bir fikri yoxdur mənim dediyimlə bağlı, amma mən artıq ssenarilərimi hazırlamışam ki, o belə başa düşdü, mən bunu düz demədim, səhv oldu, səhv anlaşıldı, qəlbini qırdım və s. Əgər bu sizi narahat edirsə, özgüvənli bir insan nə edir? Tam da axtardığınız sualın cavabını deyirəm indi. Özgüvənli bir insan, əgər belə bir düşüncəsi varsa ki, mənim dediyim qarşı tərəfi incitdi, gedər, bunu o insanın özünə soruşar ki, əgər dediyim şey səni narahat elədisə, bunu mənimlə paylaşa bilərsən və ya da az öncə dediyim şeylər zamanı sanki biraz mimikanın dəyişdiyini hiss elədim. Bunu sənin üçün hansısa bir narahatçılığı oldu mu? Bunu mənimlə rahatlıqla paylaşa bilərsən. Bu tam bir özgüvənli insanın işlətdiyi cümlədir əslində. Bunu heç birimiz və ya da çox azımız eləyə bilirik. Baxdığımızda nə qədər insan bunu rahatlıqla eləyir. Amma bu qədər özgüvənə ehtiyacımız var. Çünki əmin olun ki, bu özgüvənimiz olduğunda və bunu bu şəkildə tətbiq elədiyimizdə həyat daha yaşanıla bilir bir hala gəlir. Gerçəkdən. Yəni ümumiləşdirsək əslində söhbətimizi, yəni belə bir nəticə çıxara bilərik ki, bu yol bizim yolumuzdur və aldığımız qərarlar da bizim öz qərarlarımız olmalıdır. Bəli. Və sonu necə olur olsun, öz qərarlarımızın olduğuna görə bu bizi çox da incitməyəcək.
ya təcrübə olacaq, ya da doğrudan da çox bir xoş sonluq olacaq. Əslində mən kiməmi, elə siz dediyiniz kimi həmişə axtarıb tapmaq və o yol doğru getmək lazımdır. Bəli. Çox sağ olun gəldiyiniz üçün. Siz sağ olun. Düşünürəm ki, Xoş faydalı oldu. müzakirə oldu. Mən də elə Təbii ki, düşünürəm. bunu bizi izləyən tamaşaçı dostlarımız qərar verəcəklər. Bir daha təşəkkür Mən edirik. təşəkkür edirəm. Çox sağ olun. Mənim üçün də çox maraqlı oldu. Təkrar görüşmək üzrə. Mənə sevgidən danışma, sən boş ümid verən qəlb oğrususan. Gözümə inandırıcı baxma, başdan ayağa yalanla dolusan. Mənə sevgidən danışma, sən boş ümid verən qəlb oğrususan. Gözümə inandırıcı baxma, başdan ayağa yalanla dolusan. Yaxşısı qoydursun, heç nə demə, məni var deyəcəklərim sənə. Sevməni ya da dəyişən adamsan, sənin üçün yaşayan atan adamsan. Qarşında böyük bir sevgi dayanır, sənsə mənə sevgidən danışırsan. Sən sevgidə kənar adamsan. Mənə sevgidən danışma, sevən getməz iki dünya bir olsa. Gözümə inandırıcı baxma, inanmaram daha o baxışlara. Mənə sevgidən danışma, sevən getməz iki dünya bir olsa. Gözümə inandırıcı baxma, inanmaram daha o baxışlara. Yaxşısı qoydursun, heç nə demə, məni var deyəcəklərim sənə. Sevməni ya da dəyişən adamsan, sənin üçün yaşayan atan adamsan. Qarşında böyük bir sevgi dayanır, sənsə mənə sevgidən danışırsan. Sən sevgidə kənar adamsan. Gənc ifaçı Nesrin Aliyev bizimlədir. Nesrin, xoş gəlmisiniz. Xoş gördük sizləri. Öncəliklə sizə və yaradıcı heyətə təşəkkürlərimi bildirirəm və İctimai TV-yə də təşəkkür edirəm. Dəvətinizə görə minnətdaram. Bizim üçün çox gözəl bir mahnı ifa elədiniz. Əslində verilişimizə rəng qatdınız. Sevgidən kənar mahnısını ifa elədiniz. Ümumiyyətlə mahnı haqqında məlumat verə bilərsiniz bizə? Sözləri kimindir, kim bəstələyib? Mahnı haqqında aranjman Rəşadət Fərzəliyevə aiddir və sözləri Cavid bəyə aiddir. Çəkilişi də Elsəvər Murtuzova aiddir. Mahnının məzmunu sevgidən bəhs olunur, ayrılıqdan bəhs olunur. Xanımın oğlanı sevdiyi halda xəyanət etdiyinə görə ayrıla bilməməsi, belə müəmmalı bir şəkildə bitən bir sevgi hekayəsindən bəhs olunur. Ümumiyyətlə repertuarınızda daha çox hansı janrlarda mahnılar? Əslində səhnə aldığım yerlərdə repertuarımda öz ifa etdiyim janr pop janrıdır. Yəni hər bir dildə mahnılar ifa edirəm. İspanyolca, ingiliscə, daha çox elə ingiliscə əslində ifalar edirəm. Türkcə, Azərbaycanca, yəni daha çox xarici dillərə əslində üstünlük verirəm. Nəsin, bugünkü bizim mövzumuz əslində mən kiməm mövzusudur. Yəni biz həyatımızda müxtəlif məqamlarda özümüzə o sualı veririk və buna uyğun öz
yol hekayəmizi, bir növ yol xəritəmizi cızmağa başlayırıq. Bizə maraqlıdır, siz bu sual nə zaman özünüzə vermisiniz və bu sənətə gəlmisiniz? Əslində mən yadımdadır ki, yəni balaca vaxtlarından mən oxuyuram. 4-cü sinifdə getmişəm. 4 yaşında 1-ci sinifə getmişəm. Və 4 yaşından da mən mahnılar ifa eləmişəm həmişə, hər zaman. Lakin mənim anam həkimdir və ana tərəfim hər kəs həkimdir, yəni. Məni də həkim olaraq görürdülər və mən də özümü həkim olaraq görürdüm. 9-cu sinifə qədər, yəni həmişə demişəm ki, mən həkim olacağam. Yəni hətta sistem vurmağı öyrənirdim, dərmanların nə işə yaradığını öyrənirdim. İndi də bilirəm. Amma sadəcə düzdür, əvvəlki kimi tam hakim deyiləm, amma bilirəm. Yəni tam olaraq özümü həkim olaraq görürdüm, amma hər zaman yəni mənim musiqiyə marağım olub, hər zaman ifa eləmişəm. Hətta dediyim kimi 4 yaşında olanda məni direktor çağırırdı otağına. Balaca idim də, yəni məktəbin ən balacası mən idim. 2 il öncədən siz 1-ci sinifə getmisiniz. 6 il Bəli. 4 yaşında, yəni imtahan verdim, elə getdim. Çox istəyirdim ki, məktəbə gedim. Hamı ağlayırdı ki, məktəbə qoymayın məni. Mən çox sevərək, yəni can ata dedim ki, yox, da mən məktəbə getməliyəm. Və oradan direktor məni çağırırdı, deyirdi ki, Dum Tek Teki mənim ən sevdiyim, elə səhnədə də ifa etdiyim mahnılardan biridir. Mən 4 yaşından o mahnını ifa eləyirəm. Direktor çağırırdı məni, deyirdi ki, hə Nesrin, oxu bir dənə. Oxuyurdum, oynayırdım tam rahat bir şəkildə. Yəni bu çılğınlıq tam lap uşaq yaşlarda. Əlbəttə, bəli. Bilirsiniz, sizdə də maraqlı bir həyat hekayəsi var İstanbuldan başlayan, eyni zamanda Bakıya gələn və hazırda ümumiyyətlə bu sənətdə artıq siz Bakıya gələndən sonra artıq təhsil də alırsınız biz bildiyimiz qədərilə. İstəyirik bu barədə bizə məlumat verəsiniz. Bəli, indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsiyəm. Estrada fakültəsində populyar musiqi və caz ifaçılığında təhsil alıram. Atam öncəliklə bu sənətə mən seçəndə tərəddüdlü idi. Amma mənə dedi ki, ailəm çox sağ olsun, şükürlər olsun ki, mənə dəstəkdir. Yəni ən böyük dəstəkçim də atamdır. Və dedi ki, sən əgər bu sənətdə olacaqsansa, yəni sözünü deyənlərdən olmalısan, professional şəkildə bu sənətdə olmalısan. Mən dedim ki, təbii ki də, yəni əlbəttə mən onsuz da bu sənəti sevirəm, bu sənəti istəyirəm, professional olmağım daha da mənim üçün yaxşı və qərar verdim, İncəsənət Universitetinə daxil oldum. İndi də şükür ki, artıq 4-cü kursam, bitirirəm, hər şey yaxşıdır. Fəaliyyətimə də inşallah daha da professional şəkildə özümü gelişdirərək davam eləyəcəm. Atanızdan danışdınız, elə mən də o mövzuya toxunmaq istəyirdim. Əslində bizim mövzunun bir istiqamətdə xüsusilə həyatımızdakı stereotiplərin qırılmasıdır ki, biz özümüzü tapan yolda, özümüzü hansı sahədə, harda olmağımıza qərar verdiyimiz anda bizim ailəmizin bizə verdiyi dəstək də önəmlidir. Bəzən belə olur, yəni biz addım atırıq, bizim ailəmiz bizə qarşı çıxır, bu zaman bizim yolumuz çox kələkötür olur. Amma ikinci misalda isə artıq ailəmiz bizə dəstək olur və bu yol bizim üçün daha da işıqlanır. Çox maraqlıdır ki, sizdə həm valideynləriniz icazə verib, həm də atanız sizin biz bildiyimiz qədərilə həm də meneceriniz kimi fəaliyyət göstərir. Bəli. Bu da əslində maraqlı bir bağdır. Həm ata kimi dəstək göstərir, həm prodüser kimi. Istəyirik bu barədə danışasınız. Mən daha öncə, yəni 17 yaşından mən səhnədəyəm. Daha öncə yəni bir neçə prodüserlərlə işləmişəm. Sadəcə mən gördüm ki, atam ən yaxşı elə təbii ki öz qızıyam, yəni ən yaxşı dəstək daha içdən, heç bir maddiyyat gözləmədən mənə ən çox dəstək ola biləcək bir insan atamdır. Atam dedi, mən sənin yanındayam, dəstəyə hazıram. Yəni indi də mənim maddi, mənəvi, yəni klip çəkilişlərim olsun, təbii ki də öz qazancım da var, lakin atamın da dəstəyi çox böyükdür, yəni maddi, mənəvi bir şəkildə. Buna oradan təşəkkürlərimi bildirirəm. Gələcəkdə işlərinizə sizə uğurlar arzu edirik. Təşəkkür edirəm. İnşallah qeyd elədiyiniz kimi beynəlxalq arenalarda ölkəmizi təmsil edərsiniz və digər uğurlarınıza biz yenidən Maqin arenasında sizlə bunu müzakirə edirik. Bir daha təşəkkür edirik gəldiyiniz üçün. Təşəkkür edirəm. Bəli dostlar, beləcə bir buraxılışın da sonuna gəldik. Maqda başqa hansı mövzuların müzakirə olunmağını istəyirsinizsə bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın.